Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəd ərazisindəki Kursk vilayətinin Karenevo qəsəbəsində Rusiya hərbçilərinin yerləşdiyi binaya HIMARS çoxlu raket buraxma sistemi ilə zərbə endirib. Ərazidə olan Rus hərbçisinin çəkdiyi görüntülər Telegram kanallarında yayılıb. Zərbə nəticəsində binadakı hərbçilərin əksəriyyətinin həlak olduğu bildirilir. Rusiya Telegram kanalları zərbənin hərbi hospitala dəydiyini və orada müalicə olunan hərbçilərin öldürüldüyünü xəbər verib. Hospitalda müalicə olunan hərbçilərin son günlər Ukraynanın Sumi vilayətindəki hücumlarda iştirak etdikləri bildirilir. Пизды не будет. За что? Это какой, блядь, прилет был, ужас. Два прилета. Rusiya şahid kamikadze dronlarının istehsalını yaymağa nail olub və bu onların istehsal gücünün tamamilə məhv edilməsini demək olar ki, qeyri-mümkün edir. Bu fikri efirdə Ukrayna Milli Qvardiyasının ehtiyatda olan mayoru, Rusiya-Ukrayna müharibəsi veteranı Aleksey Getman səsləndirib. Onun sözlərinə görə Rus işğalçıları bu tip dronları bir neçə yerdə deyib, 100-dən çox yerdə yığa bilirlər. Biz bunu artıq edirik, bizim pualarımız bir çox yerdə yığılır. Faktiki olaraq şahid pualarının istehsal sahələri ölkə boyu səpələnmişdir. Buna görə də Rusiyada bu puaların bütün istehsalını tamamilə məhv edə biləcəyimizi iddia etmək mümkün deyil. Hetmanın qeyd etdiyi kimi, raket istehsalı fərqli təşkil edilmişdir ki, bu da onu hücumlara qarşı daha həssas edir. Onların istehsalı üçün ixtisaslaşmış zavodlar lazımdır. Belə istehsal daha mürəkkəbdir və bəzən onu bütün Rusiya ərazisində yaymaq qeyri-mümkündür, o izah edib. Eyni zamanda veteran vurğulayıb ki, Ukrayna bu pilotsuz uçuş aparatlarının saxlandığı yerlərə zərbələr endirməyə davam etməlidir. Məlum olduğu kimi, Rusiyanın Ukraynaya qarşı müharibədə fəal şəkildə istifadə etdiyi İran şahid hücum dronları Ukrayna infrastrukturuna və mülki əhaliyə əsas təhdidlərdən birinə çevrilib. Şahidin istehsalı İranla başlasa da, Rusiya nəticədə bu puaların öz ərazisində yığılmasını və uyğunlaşdırılmasını təşkil edib. Bu yaxınlarda dronlar Tatarstandakı Alabuqa xüsusi iqtisadi zonasında şahid tipli dronların istehsal olunduğu zavoda zərbə endirib. Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko Telegramda məlumat verib. Tatarstandakı Alabuqa harada ki, Ruslar şahidi geranim və müxtəlif aldadıcı hədəflər istehsal edirlər, harada ki, istehsalı bir qədər yüksək səslə və bəzi yerlərdə uğurla artırıblar, o yazıb. Eyni zamanda qeyd olunur ki, 2024-cü ildə Alabuqadakı bu zavodda 6000-dən çox adi dron və minlərlə aldadıcı dron istehsal edilib. Bu il Ruslar ildə 8000-10 şahid geranim və 15000 aldadıcı dron istehsal etmək vəzifəsini qarşıya qoyublar, Kovalenko əlavə edib. Reporterin məlumatına görə zavoda güclü zərbələr endirilib. Bir pua vuruldu, qalan 5 ədəd 5 kiloqramlıq bombalarla birbaşa hədəfə uçdu, hesabatda bildirilib. Qərb kəşfiyyatı və Ukrayna hərbçilərinin məlumatına görə Rusiya Federasiyası onların istehsalını qismən diversifikasiya edə bilib ki, bu da bu potensialı tamamilə məhv etməyi çətinləşdirir. Dron təhdidinə cavab olaraq Ukrayna Silahlı Qüvvələri şahidin istehsalı və saxlanması ilə əlaqəli anbarlara, sexlərə və istehsal obyektlərinə hədəfli zərbələr endirməyə başlayıb.
çərşənbə günü Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna ilə danışıqların növbəti raundu ərəfəsində Rusiyanın milli maraqları birinci əhəmiyyət kəsb edir. Associated Press-in məlumatına görə Peskov bu açıqlamanı ABŞ prezidenti Donald Trump'ın çərşənbə axşamı Vladimir Putinin odla oynadığını bildirməsinə dair jurnalistin sualına cavab olaraq verib. Peskov jurnalistlərə deyib. Aydındır ki, sülh yolu ilə həllə nail olmaq üçün əhəmiyyətli səylər göstərən Amerika tərəfi və şəxsən prezident Trump mümkün qədər tez həll istəyirlər və bir daha qeyd etmək istərdik ki, biz prezident Trumpa vasitəçilik səylərinə görə minnətdarıq. Eyni zamanda müzakirə olunmalı çox saylı nüanslar var ki, bunlara göz yummaq olmaz və heç bir tərəf öz milli maraqları naminə qurban verməyəcək. Amerika Birləşmiş Ştatları kimi Rusiyanın da bizim üçün birinci əhəmiyyət kəsb edən milli maraqları var. Biz Ukrayna tərəfi ilə danışıqların növbəti raunduna hazırlaşırıq və Amerikalılarla əlaqələrimizi davam etdirəcəyik. Peskov qeyd edib ki, Rusiya Ukrayna məsələsinin həlli ilə bağlı memorandum üzərində işləri tamamlayır. Jurnalistlərə deyib, iş son mərhələsindədir və sənəd tezliklə təqdim olunacaq. Sənəddə Rusiyanın Ukraynada NATO-ya üzvlük cəhdini dayandırması və NATO-nun şərqə doğru genişlənməsinə son qoyulması tələbinin olub-olmaması barədə suala o danışıqlar başa çatana qədər konkret məsələlərə şərh verməyəcəyini deyib. Putin ilə Zelenski arasında görüşün və ya Trump və Ukrayna lideri ilə üç tərəfli görüşün mümkün olub-olmaması barədə suala Peskov cavab verib ki, belə bir görüş Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar zamanı razılığa gəldikləri təqdirdə baş verə bilər. Buna Trumpın Ukrayna üzrə elçisi Kate Kellogg'un növbəti danışıqların Cenevrədə keçirilə biləcəyi barədə şərhdə soruşulub. Peskov danışıqların mümkün keçirilmə yeri ilə bağlı hələlik qərar qəbul edilmədiyini bildirib və əlavə edib ki, bu hər iki tərəf üçün məqbul olmalıdır. Понятно, что прикладывающая изрядные усилия для мирного урегулирования американская сторона и лично президент Трамп хотят скорейшего урегулирования. И мы признательны за посреднические усилия президента Трампа лично. Вместе с тем имеется огромное количество нюансов в рамках того, что предстоит обсудить, которыми нельзя жертвовать, и которыми ни одна из сторон не будет жертвовать, исходя из своих национальных интересов. Так же, как и у Соединенных Штатов, у России есть свои национальные интересы, которые для нас превыше всего. Мы готовимся к следующему раунду переговоров с украинской стороной. Мы будем продолжать наши контакты с американцами. В настоящий момент не принималось каких-либо решений о месте проведения следующего раунда переговоров. Очевидно, что это место, которое должно устраивать обе стороны, которые ведут прямые переговоры. Такая встреча должна быть итогом конкретных договоренностей двух делегаций. Но скоро станут известны уже проекты тех меморандумов, которые с двух сторон предоставлены. Работа на завершающей стадии. Мы не будем обсуждать содержимое документов, которые предстоит согласовать. Считаем, что это должно делаться в дискретном режиме, не публичном. Безусловно, это лишний раз подчеркивает оправданность нашего стремления ликвидировать первопричины этого кризиса и этого конфликта. Потому что именно первопричина этого кризиса представляет собой существенную угрозу нашим национальным интересам.